Əyyub. 23-cü fəsil. Əyyub. Əyyub belə cavab verdi. Bugün də acı-acı şikayət eləyəcəyəm. Naləmə baxmayaraq, üstümdə Allahın əli ağırdır. Kaş biləydim onu harda tapmaq olar, məskəninə çatmaq olar. O zaman davamı onun hüzurunda dilə gətirərdim. Dəlillərimi dalbadal düzərdim. Mənə verəcəyi cavabı öyrənərdim. Dediyini dərk eləyərdim. Əzəməti, qüdrəti ilə əleyhimə çıxardımı? Xeyr, yəqin sözümə qulaq asardı. Hüzurunda bir haqlı insan mübahisə eləsəydi, mən hakimimin yanında haqq qazanardım. Şərqə getsəm, Allah orada deyil. Qərbə getsəm, onu tapa bilmirəm. O, şimalda işləsə, gözüm seçməz. Cənuba dönsə, onu görə bilmərəm. Amma tutduğum yolu o tanıyır. Məni sınayan zaman qızıl kimi çıxaram. Hər addımını yaxından izlədim. Azmadan yoluna bağlı qaldım. Ağzından çıxan əmrlərdən ayrılmadım. Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim. O tək başına dayanıb, kim onu döndərə bilər? Könlü nə istəsə onu eləyər. Mənlə bağlı qərarını yerinə yetirəcək, belə fikirləri çoxdur. Ona görə hüzurunda dəhşətə gəlirəm, bunları düşünəndə ondan vahimələnirəm. Allah qəlbimin cəsarətini qırdı, külli ixtiyar məni qorxuya saldı. Sifətimi qatı qaranlıq bürüsə belə, məni zülmət sustura bilməz.